Musiqi inteqrasiya sualımıza baxırıq. Deyir ki, Koroğlu dastanından bir parçanı seçin və operadakı musiqi ilə mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı necə musiqiyə çevirdiyini və aşıq musiqisinin hansı üslub və ifadə vasitələrindən istifadə etdiyini müəyyənləşdirin. İnteqrasiyanın növünü burada müəyyən etməliyik. Baxın, tapşırıqda Koroğlu dastanından söhbət gedir. Burada Koroğlu dastanı ədəbiyyat fənni ilə bağlıdır. Ona görə də burada deyir ki, bir parçanın seçilməsi onun daha sonra deyir operadakı musiqi ilə müqayisə edilməsi tələb olunur. Operadakı musiqi də musiqi fənni ilə bağlı olduğuna görə deməli bu iki fən arasında, yəni ədəbiyyatla musiqi fənni arasında inteqrasiya var. Ona görə də iki fərqli fən arasında, ədəbiyyatla musiqi arasındakı əlaqənin qurulmasına biz fənlər arası inteqrasiya deyirik. Daha sonra tapşırıqda deyir ki, bəstəkarın əsəri belə deyək, opera klassik musiqi ilə aşıq musiqisinin yəni folklor üslubun ifadə vasitələrinin müəyyənləşdirilməsi burada tələb olunur. Yəni biz musiqi fənninin daxilində müxtəlif mövzuların yəni öyrənilməsindən bilirik ki, opera tamam ayrı bir mövzudur, aşıq sənəti tamam bir ayrı mövzudur. Yəni necə ki, burada belə deyək, buradan tələb eləyir ki, deyir ədəbiyyatdakı obrazı necə musiqiyə çevirdiyini, yəni obrazla burada söhbət gedir. Daha sonra aşıq musiqisinin hansı üslubunun və ifadə vasitələrindən istifadə edildiyini müəyyənləşdirin. Ona görə də opera və aşıq sənəti arasındakı əlaqədə fəndaxili inteqrasiya sayılır. Yəni eyni fənnin daxilində, musiqi fənninin daxilində olan inteqrasiya sayılır. Ona görə də bizim doğru cavabımız A variantıdır. Fəndaxili və fənlər arası inteqrasiya.